Hamıya salam. Psixoterapiya. Kimisi üçün bu ciddi bir elmdir, kimisi üçünsə sadəcə bir mif, bəlkə də boş söhbət. Bəs həqiqət haradadır? Gəlin bugün məhz bu sualın dərinliyinə inək və görək faktlar bizə nə deyir? Yəqin ki, çoxunuz ən azı bir dəfə düşünmüşsünüz. Psixoterapiya həqiqətən də işə yarayır, yəni bu sadəcə oturub kiminləsə dərdləşməkdir, yoxsa bunun arxasında real, ölçülə bilən bir nəticə, bir müalicə var? Gəlin dərhal bir şeyi aydınlaşdıraq. Psixoterapiya deyək ki, fizika və ya kimya kimi dəqiq bir elm deyil. Bu aydındır. Yaxşı. Bəs onda biz bir terapiya metodunun həqiqətən elmi, digərinin isə belə deyək, uydurma yəni psevdo elmi olduğunu necə bilə bilərik? Bax, məhz bunun üçün mütəxəssislər xüsusi kriteriyalar, yəni meyarlar hazırlayıblar. Deməli, bu meyarlar nədir? Gəlin bir-bir baxaq. Birincisi, hər şeydən əvvəl obyektiv sübutlar olmalıdır. Yəni, təkcə özümü daha yaxşı hiss edirəm demək kifayət deyil. İkincisi, tətbiq olunan metod müasir elmin bildiklərinə zidd getməməlidir. Məsələn, keçmiş həyatlara səyahət kimi söhbətlər varsa, bu artıq elmdən uzaqlaşır. Üçüncüsü, ortada məntiqli bir izah olmalıdır. Bu terapiya niyə və necə işləyir? Və əlbəttə, etik qaydalar, iqtisadi səmərəlilik və hətta mümkün yan təsirlər də nəzərə alınmalıdır. Bax, bu siyahı əsl elmi yanaşmanı şarlatanlıqdan ayıran bir növ yol xəritəsidir. Yaxşı, bu meyarları bildik. Amma gəlin indi medalın o biri üzünə, skeptiklərin tərəfinə keçək. Çünki psixologiyanın ümumiyyətlə işə yaramadığını deyən çox güclü arqumentlər var. Və bütün bu şübhələrin kökü psixologiya elminin öz içində yaşanan böyük bir böhrana gedib çıxır. Hazır olun, çünki bu rəqəm sözün əsl mənasında adamı sarsıdır. Təsəvvür edin, psixologiya sahəsində aparılan elmi tədqiqatların yalnız 50%-ni təkrarlamaq mümkündür. Yəni, eyni təcrübəni bir dəfədə aparanda eyni nəticəni almırsan. Bu nə deməkdir? Bu deməkdir ki, bizə terapiyanın effektivliyini sübut edən o möhtəşəm araşdırmaların yarısı bəlkə də heç də etibarlı deyil. Elmdə buna təkrarlanma böhranı deyirlər və bu çox ciddi bir problemdir. Amma problem təkcə təcrübələrin təkrarlanmaması deyil, bir də nəşr qərəzliliyi deyilən bir şey var. Bu nədir? Çox sadə. Elmi jurnallar daha çox uğurlu, müsbət nəticə göstərən məqalələri çap etməyi sevirlər. Heç kim uğursuz təcrübə haqqında oxumaq istəmir, elə deyilmi? Üstəlik, çox vaxt tədqiqatı aparan adam elə o terapiya metodunu yaradan adamın özü olur. Sizcə, o öz metodunun pis işlədiyini göstərən nəticəni dərc edər? Çətin ki. Nəticədə nə olur? Bizə təqdim olunan mənzərə reallıqdan fərqli, bir növ ideallaşdırılmış, hər şey əladır mənzərəsi olur. Bu şübhələr heç də təzə deyil əslində. Məsələn, məşhur psixoloq Hans Eysenk vaxtı ilə demək olar ki, psixoanalizə müharibə elan etmişdi. O deyirdi ki, psixoanaliz nəinki kömək etmir, əksinə çox vaxt xəstələr üçün zərərlidir. Düzdür, sonradan onun öz araşdırmalarının da qərəzli olduğu üzə çıxdı, amma onun bu sərt tənqidi uzun illər psixoterapiyaya olan inamı yerlə bir etdi. Və gəldik əsas problemə, psixoterapiyanı öyrənmək inanın ki, çox çətindir. Baxın, dərman tədqiqatında həkim də, xəstə də bilmir ki, kimə əsl dərman, kimə boş həb verilir. Buna 2 qat kor təcrübə deyilir. Amma terapiyada bunu etmək olarmı? Əlbəttə yox. Həm terapevt bilir nə edir, həm də müştəri. Üstəlik, hər insanın dərdi fərqlidir, hər terapevtin üslubu fərqlidir. Və ən əsası, xoşbəxtlik və ya şuurluluq kimi şeyləri necə ölçəcəksən? Santimetrlə, kiloqramla? Mümkün deyil. Bütün bunlar obyektiv data toplamağı demək olar ki, imkansız edir. Üstəgəl bir də plasebo effekti var. Bu insan beyninin möcüzəsidir. Yəni, siz sadəcə müalicə aldığınıza inandığınız üçün özünüzü daha yaxşı hiss edə bilərsiniz. Hətta sizə verilən şeyin heç bir təsiri olmasa belə. Deməli, biri çıxıb deyəndə ki, filan terapiya mənə çox kömək etdi. Bu o demək deyil ki, terapiya həqiqətən işləyib. Bəlkə də sadəcə inamının gücü onu sağaldıb. Bax, bu da böyük bir sual işarəsidir. Yaxşı. Bütün bu problemlərə, şübhələrə baxmayaraq, gəlin bir anlıq fərz edək ki, bəli, terapiya işə yarayır. O zaman ağla dərhal başqa bir sual gəlir. Bəs hansı terapiya ən yaxşısıdır? Hamı üçün işə yarayan o sehirli metod mövcuddurmu? Deməli, çox uzun müddət demək olar ki, hamı bu suala eyni cavab verirdi. Əlbəttə, kognitiv davranış terapiyası, yəni KDT. Səbəb, çünki haqqında ən çox araşdırma aparılan, ən çox elmi məqalə yazılan metod buydu. Buna görə də KDT bir növ qızıl standart sayılırdı. Amma müasir elmin gətirdiyi bir yenilik var. Meta-analizlər. Bu nədir? Bu, yüzlərlə, hətta minlərlə fərqli tədqiqatın nəticələrini götürüb, hamısını bir yerdə analiz etməkdir.
Və bu böyük analizlər çox maraqlı bir şey ortaya çıxırdı. Sən demə, o illərlə tənqid olunan köhnə sayılan psixoanaliz var ha, o da ən az KDT qədər effektiv imiş. Belə çıxır ki, KDT-nin ən sübuta əsaslanan olması onun ən yaxşı olması demək deyilmiş. Sadəcə haqqında daha çox danışıldığı, daha çox araşdırıldığı üçün belə imiş. Yəni, məsələ hansısa bir terapiya brendinin fanatı olmaqda deyil. Əsas məsələ konkret problemə konkret həll yolu tapmaqdır. Gəlin çox sadə bir misal çəkim. Deyək ki, sizin hörümcəkdən qorxunuz var, yəni fobiya. Bu vəziyyətdə sizə ən çox kömək edəcək şey ekspozisiya texnikasıdır. Yəni, sizi tədricən addım-addım o qorxu ilə üzləşdirmək. Bu texnikanı istər KDT terapevti tətbiq etsin, istərsə də başqa bir məktəbin nümayəndəsi. Fərq etməz. Əsas olan texnikanın özüdür, məktəbin adı deyil. Yaxşı, gəldik yekuna. Bu qədər mübahisə, bu qədər fərqli fikir, bir tərəfdə skeptiklər, o biri tərəfdə tərəfdarlar. Bəs 10 illiklərdir davam edən bu elmi axtarışlar bizi sonda hansı təəccüblü nəticəyə gətirib çıxardı? Və cavab biraz qəribədir. Elmdə buna dodo quşunun qərarı deyirlər. Alisa Möcüzələr Diyarından əsərindən gələn bir termindir. Mənası budur, hamı qalib gəldi və hamı mükafat almalıdır. Yəni, müasir elm deyir ki, əksər psixoterapiya istiqamətləri, istər KTT olsan, istər psixoanaliz, istərsə də başqası, demək olar ki, hamısı eyni dərəcədə effektivdir. Heç biri digərindən bariz şəkildə üstün deyil. Bir dəqiqə, bu deməkdir ki, terapiya ümumiyyətlə işə yaramır? Qətiyyən. Əksinə, bütün araşdırmaların ümumi nəticəsi budur. Bəli, psixoterapiya işə yarayır. Onun təsiri heç nə etməməkdən, yəni öz-özünə sağalmaqdan qat-qat yüksəkdir. Plasebo effektindən də yüksəkdir. Hətta bəzi psixoloji problemlərdə dərman müalicəsindən daha yaxşı nəticə verir və problemin təkrarlanma riskini azaldır. Yəni, ümumi mənzərə müsbətdir. Yaxşı, əgər bütün metodlar təxminən eyni gücdədirsə, onda bizim üçün, yəni bir gün terapevt axtarışına çıxacaq insanlar üçün nə önəmlidir, nəyə fikir verməliyik? Və budur bütün bu söhbətin ən vacib praktiki çıxarışı. Diqqətlə qulaq asın. Araşdırmalar təkrar-təkrar göstərir ki, terapevtin öz şəxsiyyəti, təcrübəsi və sizinlə qurduğu münasibət onun hansı məktəbin nümayəndəsi olmasından qat-qat daha vacibdir. Yaxşı nəticəni təcrübəli mütəxəssislər verir. Ona görə də filan terapiya növü axtarmaqdansa yaxşı bir mütəxəssis axtarın. Və xahiş edirəm, şarlatanlardan, falçılardan, teta hilələrdən və bu kimi qeyri-elmi şeylərdən uzaq durun. Unutmayın ki, səhv əllərdə terapiya kömək etmək əvəzinə zərər də verə bilər. Və beləliklə, bütün bu müzakirəni sizi düşünməyə vadar edəcək bir sualla yekunlaşdıraq. Əgər bütün metodlar az-çox eyni dərəcədə effektivdirsə, onda yaxşı bir terapevti pisindən fərqləndirən əslində nədir? Məsələ metodda deyilsə, nədədir? Bax, bu artıq tamamilə başqa bir söhbətin mövzusudur.